qoçisi. Yaralar əsasən hansı yaralar idi sizdə? Mən də başımdan 4 yerdən yaralanmışdım. Çiynim, belim, bir də ayaqlarım. Zahid Həsənov, keçmiş hərbi əsir. Yaralarımıza təpi ilə, avtomatın qundağı ilə vururdular. Xəstə adamı səhər-səhər padyom edirdilər, yəni yuxudan durmaq lazımdır bu vaxtı. Günüz qoymurdular, gəzə bilən adamlara qoymurdular ki, palatada uzansınlar, ancaq oturmalısan. Pozanlarla Allah pis rəftar edirdilər, yəni, məsələn, koridora çıxardırdılar, ayaqlarında amerikanski batinkalar var idi, yəni o batinkaların qabağı hissəsi dəmirdəndir, həmin o batinkalarla döyürdülər. Baxmayaraq ki, yaralıdır. Baxmayaraq ki, yaralıdır, qocadır, qadındır, uşaqdır. Belə hərəflər edir. Əsir və girovluqdan qayıtmış hər bir Azərbaycanlı yaşadığı cəhənnəm əzabını çox kəsə ifadə edir. Allah o günləri bir də qismət eləməsin. Bu sözlərin arxasında isə uşağından, qadınından, yaşlısından, cavanından, yaralısından asılı olmayaraq hər bir əsir Azərbaycanlının yaşadığı işgəncə, əzab, təhqir dolu günləri yox, bəlkə də saatlar, dəqiqələr, saniyələr durur. Çünki dəmir qapılar hər bir əsri gözləyən növbəti işgəncə, növbəti əzab, növbəti təhqir, növbəti ələ salmalar açılırdı. İndi ani də olsa özünüzü o kəslərin yerində təsəvvür edin. Əsir və girov olmuş hər bir vətəndaşımızı dinlədikcə, verilən işgəncələr və əzablar barədə onların söhbətinə qulaq asdıqca adamı dəhşət böyüyür. Onların hər biri elə bir ömürlərin ən qorxunc yuxularını danışır. Əslində isə onların əsirlikdə gördüklərini siz heç yuxuda da görə bilməzsiniz. Yəni yuxuda da görə bilməzsiniz ki, ləyaqət belə nəhayətsiz dərəcədə alçaldıla bilər, insana sanki heç vaxt bitməyəcək qədər növbə-növ ağlasığmaz mənəvi və fiziki işgəncələr verilə bilər. Budur türkə nifrət və xüsusi qəddarlıq göstəricilərinin tam olmayan siyahısı. Qulaq kəsmə, siqaretlə dağlama, avtomatla dağlama, peşdə dağlama, qaynar suyla yandırma, bizlə deşmə, bıçaqla deşmə, dilə iynə batırma, dişi adi kəlbətinlə çıxartma, əxlaqsızlıq, dırnağın çəkilib çıxarılması, barmağın dartılıb çıxarılması, diri-diri yandırma, dodaq kəsmə, baş kəsmə, ümumiyyətlə ayrı-ayrı əzaların kəsilməsi, döş kəsmə, buğun kəsmə, göz çıxartma, elektrik cərəyanına vermə, diri bastırma, ifrazat yedirtmə və s. və ilaxır. Saydıqca qutarmayan və sonu görünməyən, ağla sığmayan işgəncə növləri. Dəhşətlisi də budur ki, bu işgəncələr qadın, cavan, yaşlı, yaralı, heç bir fərq qoyulmadan hamıya və həm də bir yox, gündə dəfələrlə verilir. İkinci Dünya Müharibəsi xüsusən də faşist zindanlarına aid olan materialları çox oxumuşam. Amma inanın ki, deməli, onların ən dəhşətli işgəncələri də ermənilərin elədikləri işgəncənin yanında heç nədir. İbrahim Hüseynov, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası işçi qrupunun rəhbəri. Təsəvvür eləyin, deməli, Atakiyev Fərhad Rəhmanoğlu'nun meydini qaytarmışdılar. Həmin meydin üzərində 75 işgəncə əlaməti var idi. Bir insan bədəninin üzərində 75 işgəncə növü. O cümlədən, deməli, bunun, bilmirəm, şiş soxublar, bilmirəm, məhdil soxublar, o qarnından soxublar, kürəkdən çıxıbdır. Bir boşluqdan soxublar, o biri boşluqdan çıxıb. Əsir düşmək acizlikdir. Mən istəməzdim ki, mənim oğlum əsir düşsün. Heç zaman bunu mən istəməzdim. Amma o, öz mərdliyi ilə davam gətirmişdi, əsirliyi ilə də davam gətirmişdi erməniləri.
Rəhman Atakişiyev, əsirlikdə olmuş Fərhad Atakişiyevin atası. Əvvəlcə onun qolunun, sağ qolunu sındırmışdılar, sındırıblar. Ki sən deyən Qarabağ Ermənistanındır, ermənidir, Ermənistana aiddir. Deyib, sən mənim qolumu sındırmaqla, mən desəm ki, Qarabağ erməninindir. Bu Qarabağ erməninin olmaz axı. Sonra onun sol qolunu sındırmışdılar. Vurub sındırmışdılar. Bu işgəncələrin hamısı əsirlikdən çıxmış insanlardan mən bunları öyrənmişəm. Və Mehdi mən götürdüm. Onun bədənində doğrudan da sağ qalmış sümük yox idi. Xüsusilə daxili orqanlarını, qaraciyərini, ağrı verən yerləri, insan bədənində daha çox ağrı hiss elədiyi yerləri onlar əziblər. Məsələn, onun barmaqlarını qırmaq mı, barmaqlarının sədəflərini çıxartmaq, hamısı çıxartmışdılar. Sədəflərinin hamısını çıxartmışdılar onlar. Bizim itkilərimiz qat-qat erməni tərəfindən çoxdur və bizim faciəmiz əlbəttə böyükdür. Tamela Zeynalova, Helsinki Vətəndaş Assambleyası, Milli Komitəsinin Əsir və Girovlar üzrə Komissiyasının rəhbəri. Belə faktlar var ki, döyülmək, zorakılıq, sonra adamı şikast eləmək, ac qoymaq, soyuq qazamatda quru yerin altında, quru yerin üstündə saxlamaq. Çünki bütün əsirdən gələnlərin hamısı Xan kəndində, Stepanakert saxlanır, hamısı vərəm və soyuq dəymə, spalini soyuq dəymə, sonra keçirdi vərəmə. Bu var idi. Ümumiyyətlə, əsirlikdən, girovuldan adamlar sağlam qayıtmırlar. Əsirlər elə vəziyyətə gətirilir ki, onlar artıq həyat üçün yararlı deyil. Yerevanda, deməli, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında 5 ay ərzində bizim əsirlər elə havasız, elə günsüz yerdə saxlanmışlar ki, onların hamısı ağır dərəcədə vərəm xəstəliyinə mübtəla olmuşdur. Deməli, vərəmin açıq formasında tam, deməli, ölümcül səviyyədə onlar qaytarıldı. Yəni, bu adamlardan artıq, bilirsiniz, normal insan alınması çox çətindir. Amma bütün bunlar erməni əsirliyində olmuş vətəndaşlarımızdan ötürü yad bir anlayışdır. Ermənilər sizə tibbi yardım göstərirdilər soruşanda, onlar bizə istehza dolu baxışlarla cavab verirdilər. Çünki onların gördükləri tibbi yardımdan da, elə adicə insaniyyətdən də çox-çox uzaq olub. Əsir düşmüş vətəndaşlarımıza münasibətdə hərbi əsirlər və mülki halinin qorunmasına yönələn Cenevrə konvensiyası ilk cümləsindən sonuncusuna dək pozulub. Halbuki, insani münasibət bütün beynəlxalq konvensiyalar, protokollar və daha nələrdən qat-qat üstün olmalıydı. Hər halda ətrafları qapı arasında qoymaq, maşın tank altında əzmə, çarmıxa çəkmə, bədənə iynə ilə neft yeritmə, ağıza tüpürmə, yaraya duz səpmə kimi işgəncə növləri və beynəlxalq konvensiyalardan bir yerdə danışmaq gülməli olar. 5 nəfərdilər. Tutdular məni, kətdən də onlar araba götürmüşdü. Bir kətdə qalan ayını ondan yığıb aparıb yemək üçün. Mürvət Ağayev, keçmiş girov. Məni qoşdular buradan arabaya. Buradan apardı Alxanə, 4 kilometr yol. Yəni, arabaya qoşdular necə? Arabanı yəni siz sürübdünüz? Necə ulağı arabaya qoşmurlar. Məni də elə ulaq əvəzini qoşdular arabaya. Buradan ora, məni Alxanə 4 kilometr, mən o arabanın üstünə çəkdirdilər. Getdik ora, məni döydü apardılar ora. Nəysə məni asdılar ağacdan. Ağacdan asandan sonra altında ocaq yandırdılar. Daha şirindir, biraz kıçımız adı bir adam məsəl qavdanmaqdan yuxarı. Ona baxmayarıq, şalvarımız adı yandı elədi. Məni ağacdan yendirdilər. Yendirəndən sonra xançalla verdi bir ağsaqqalı erməniyə ki, bunun qulağını kəs. O kəsmədi. Verdi bir cavan dığıya, mənim qulağımı kəsdi. Qan götürdü məni. Heç özümü də istəyləmədim. Nəysə, o məni tutan ermən dedi ki, o biri dedi ki, duz basın qulağına. O məni tutan ermən dedi, yox, duz lazım deyil. Dəsmal olması cibindən çıxart, baş qulağı var, səni qan aparmaz. Mən də cibimə dəsmal çıxartdım, batım qulağıma.
Kulağıma basan olsa derler batan götür özüne kabır gaz. Kabır gazlarda ölü basırlarda diri basır onlar özel bilir. Ben de kabır kimi kaldım çapal kimi. Gördüm birden ölü bir şey getir attılar oraya diye düştüm bastır. Elini uzattım, onun kulağından belə tutdu. Bıçağı belə bir el vurdu ki, kulağını kəssin. Bıçağı vuranda bıçaq ortadan iki qırıldı. Bıçaq düşdü yerim, ona dedi götür ver bıçağı. Bıçağın tiyəsini götürdüm, özünə verdim, o da sapını götürdü. Oradan o birisi yoldaşına verdi. Al dedi, götür bunu, o birisi bıçağıma verdi. O da cibindən çıxartdı, hemen o bıçağı oxşaya bir bıçaq verdi. O da bunun kulağından tuttu belə, kulağını bu uc baravardan burası kəsdi. Kəsdi, götürdü, getdi, dedi. Gələcəm dedi, ay sən dedi öz qulağını özün əlinlə kəs dedi, mavi dedi. Bu çıxıb gedəndən sonra bu